Məsələn, mənim xoşum gələrdi ki, bir nəfər dura adama sual verə deyə, mən ailə başçısıyam. Bir kişi kimi şəriətimiz bizə nə vəzifə qoyub boynumuza? İslamda bu necədir? Heç kəs bu sualı inanırsınız indiyə qədər verməyib. İnanırsınız? Düz 23 ildir mən minbərə çıxıram. 23 ildir. Mən bu 23 ildə bu sualı heç kəsdən eşitməmişim. Bir xanım, bacımız bizə sual versin, desin, mən evin anasıyam, İslam nə deyir ana barədə? Mən övladımın tərbiyəsi ilə necə məşğul olmalıyam? Bilirsiniz ki, hələ, mən üzr istəyirəm, amma bu şəriət digəri deyilə, hamiləlik dönəmindən belə xüsusi şəriətimizin proqramı var. Birinci ayda ana hansı surələri oxumalıdır, ikinci ayda hansı ana zikr eləməlidir, üçüncü hansı... Hər ayın öz proqramı var şəriətimizdə, deyiblər Peyğəmbər və Ali Peyğəmbər. Bu sualı heç kəs soruşmayıb indiyə qədər. Fikir verin əzizlərim. Yəni buna kim mani olur ki? Buna kim mani olur? Yəni bunu da mani olurlar. Məsələn biz elə adadan xoşumuz gəlirdi, elə deyək televiziya belə elədi, kanallar belə elədi, kinolar belə elədi, filan belə elədi. Amma sual da vermirik ki, yaxşı, axı mən öz evimin içində mənə kim mani olur ki? Heç olmasa orada mən bu ab-havanı yarada bilərəm, bu mühiti yarada bilərəm.